Hər böyük dəyişiklik kiçik bir addımla başlayır. Biz artıq 3 ilə yaxındır bu yolda addımlayırıq. Düz 2 il bundan qabaq ilk velosiped icarə xidməti fəaliyyətə başlayıb. Bakı şəhərində mikromobillik infrastrukturu quraşdırıldıqdan sonra 6.9 milyondan çox sifariş qeydə alınıb. Bu müddət ərzində istifadəçilər 18 milyon kilometrə yaxın məsafə qət ediblər. Mikromobillik zolaqlarının uzunluğu 66.6 kilometrə çatdırılıb. İyun ayında rekord göstəricilər qeydə alınaraq skuterlər və velosipedlər 468.751 dəfə sifariş edilib. Elə həmin ay istifadəçilər tərəfindən 1 milyon kilometrdən çox məsafə qət olunub. Bu müddət ərzində biz təkcə alternativ fəaliyyət imkanları yaratmadıq. Avtomobilə olan ehtiyacın azalmasına, şəhər sıxlığının yüngülləşməsinə və alternativ hərəkət mədəniyyətinin formalaşmasına töhfə verdik. Ayna tərəfindən mikromobillik şəbəkəsinin inkişafı mərhələli şəkildə davam etdirilir. Məqsəd şəhərdə təhlükəsiz, rahat və dayanıqlı hərəkət imkanlarını daha da genişləndirməkdir.